Ən böyük qorxum Allaha cavab vermək. Çox qorxuram. Həyatdan kimsə köçəndə, görəndə onu sırası fikirləşirəm ki, ay Allah, bu gün mənim üçün bunlardır. Yəni fikirləşmə ki, səni desən qaynısın. Mən də öləcəm, mən Allaha nə cavab verəcəm? Ən qorxduğum şeydir, Allaha cavab vermək. Bilirəm, şuluq bəndəsiyəm, bilirəm, onun qoyduğu qanunları olan bəndəsi deyiləm. Yəni, mən bilirəm ki, özümə bələdəm məndən. Amma Allaha cavab verməkdən qorxuram. Etdiyim günahım. Düzdür, heç vaxt heç kəsin haqqına girməmişəm, yalan deyərəm, kimsə əzməmişəm həyatda, heç vaxt. Dəymə mənə, dəyməyib sənə söhbətim. Amma elə şeylər var ki, Allahın heç cavab edəcəm. Pisliyi heç vaxt eləməmişəm. Amma mənə pisliyi eləyən insanları bağışlamışam həmişə. Mən hər an ölümünü fikirləşirəm. Yəni, bilirəm ki, mən bu dünyada qalmayacam.